Yeni Zelandiya, dünyanın sonundakı möhtəşəm o ölkə. Hər kəsə salam, mən Amin Lətifov. Bugün sizi dünyanın ən maraqlı və ən gözəl ölkələrindən birinə aparacağım. Elə bir ölkəyə ki, burada möhtəşəm dağlar, təmiz göllər, unikal heyvanlar və nəfəs kəsən mənzərələr vardır. Bəli, söhbət Yeni Zelandiyadan gedir. Yeni Zelandiya Sakit Okeanın cənub-qərbində yerləşən bir ada dövlətidir. Ölkə iki əsas adadan, şimal və cənub adalarından ibarətdir. Dünyanın bir çox yerlərindən çox uzaqda yerləşdiyi üçün isə bəzən bu ölkəyə dünyanın sonundakı ölkə də deyirlər. Bu ölkənin əhalisi təxminən 5 milyon nəfərdir. Paytaxtı Wellington şəhəri olsa da ən böyük şəhəri Aucklanddir. Rəsmi dilləri isə İngilis və Maori dilləridir. Maori xalqı Yeni Zelandiyanın yerli sakinləridir və onların mədəniyyəti bu gün də ölkənin həyatında mühüm rol oynayır. Yeni Zelandiyanın ən maraqlı xüsusiyyətlərindən biri isə onun möhtəşəm olan möcüzəvi təbiətidir. Belə ki, burada hündür dağlar, bulaqlar, sıx meşələr, vulkanlar və yüzlərlə gözəl göl vardır. Hətta ölkənin bəzi bölgələri o qədər gözəldir ki, insan özünü nağıl aləmində hiss edir. Və bu səbəblədir ki, məşhur üzüklərin hökmdarı və Hobbit filmlərinin böyük hissəsi elə məhz burada çəkilir. Səbəb isə aydındır. Çünki buranın təbiəti fantastik filmlər üçün ideal görünüşə malikdir. Yeni Zelandiyanın digər xüsusiyyəti isə onun məxsus olduğu başqa yerlərdə yaşamayan heyvanlardır. Onlardan ən məşhuru isə kivi quşudur. Kivi quşu uça bilməyən kiçik quşdur və ölkənin simvollarından biri hesab olunur. Hətta buna görədir ki, Yeni Zelandiya vətəndaşlarını da bəzən kivilər adlandırırlar. Yeni Zelandiya haqqında digər maraqlı fakt isə qoyunlarla bağlıdır. Bəli, düz eşitdiniz, qoyunlarla. Belə ki, Yeni Zelandiyada qoyunların sayı insanların sayından dəfələrlə çoxdur. Və buna görədir ki, ölkədə qoyunçuluq iqtisadiyyatın ən vacib sahələrindən biri hesab edilir. Yeni Zelandiyanın digər xüsusiyyəti isə dünyada ən təhlükəsiz və ən rahat ölkələrdən biri hesab edilməsidir. Belə ki, burada cinayət səviyyəsinin aşağı olması, təhsil sisteminin yüksək səviyyələrdə olması və insanların həyat keyfiyyətinin yüksək olması bu ölkənin ən təhlükəsiz, həm də ən rahat ölkələrdən biridir. Təsadüfi deyil ki, bir çox insan da elə məhz burada yaşamağı arzu edir. Ölkə həm də təmiz ətrafı ilə də məşhurdur. Burada təbiətin qorunmasına böyük diqqət yetirilir. Milli parklar, qoruqlar və təbii ərazilər xüsusi qanunlarla mühafizə olunur. Yeni Zelandiya həmçinin də tarixdə bir ilkə imza atan ölkədir. Belə ki, 1893-cü ildə qadınlara ilk dəfə seçki hüququ məhz bu ölkədə verilmişdir. Elə bu hadisə Yeni Zelandiyanı digər ölkələrdən fərqlənməsinə səbəb olmuşdur. Yeni Zelandiyanın gözəlliyi onun əsas turizm yerlərindən biri etmişdir. Hər il milyonlarla turist Yeni Zelandiyanın dağlarını, göllərini, çimərliklərini və macəra dolu fəaliyyətlərini görmək üçün bu ölkəyə üz tuturlar. Belə ki, burada paraşütlərlə turlamaq, dağlara qalxmaq, rafting etmək və digər maraqlı fəaliyyətlərlə məşğul olmaq mümkündür. Yeni Zelandiya həm də dünyanın ən gözəl gecə səmasının müşahidə olunduğu yerlərdən biri sayılır. Bəzi bölgələrdə işıq çirklənməsi çox az olduğuna görə milyonlarla ulduzu aydın şəkildə görmək mümkündür. Yeni Zelandiya sadəcə bir ölkə deyil, o sanki təbiətin öz əli ilə yaratdığı bir möcüzədir. Burada dağlar, dərin sular, səssiz meşələr və insanı həyatın heyran edici mənzərələrlə qarşı-qarşıya qoyan füsunkar bir gözəlliyi vardır. Amma ən maraqlısı odur ki, bu gözəlliklərin arxasında sakit, təhlükəsiz və yaşamaq üçün ideal bir həyat vardır. Elə bir həyat ki, bir çox insan üçün sadəcə xəyal kimi görünə bilər. Bəlkə də bir gün biz də o uzaq adalara səyahət edəcək, dağların arasına gəzib, ulduzlarla dolu o səmanı öz gözlərimizlə görəcək və kim bilir, bəlkə də Yeni Zelandiya bizim üçün sadəcə bir video yox, gələcəkdə yazılacaq bir xatirə olacaq.